Salam aleyküm əziz izləyicilər və usta yoldaşlarım. Bu gün də sizinlə maraqlı bir şey bölüşmək istədim və yəqin ki, bu bölüşdüyüm bütün ustalara belə deyək, lazım ola biləcək bir şeydir. Yəni işlərini rahat görmək üçün lazım olacaq bir şeydir. Bu yaxınlarda Cavid ustanın bir videosu qarşıma çıxdı ki, Cavid usta keramiqranitin üstünə gitarı, elektron gitarın şəklini çəkmək istəyir və təbii ki, o necə çəkir? Telefonu əlində saxlayır, şəkilə baxa-baxa şəkli çəkir. Mən isə Cavid ustaya yazdım ki, bunun daha rahat bir yolunu paylaşacağam inşallah və indi bunun daha rahat yolunu bir paylaşmaq istəyirəm ki, bütün ustalara yararlı olsun. Bunun üçün bizə nə lazımdır? Bunun üçün bizə lazım olan şeylərdən birincisi sadə şeylər. Adi penoplast parçası, nəzik yazan, nəzik uclu belə deyək də, nəzik uclu bir marker, bir şüşə parçası, adi bir şüşə parçası və telefon. Vəssalam. Bunun üçün sonra nə edirik? Deməli, bunun üçün sonra nə edirik? Telefonda bizə lazım olan şəkili açırıq. Şəkili ekranda yerləşdiririk. Həmin şüşə parçasını şəklin üstünə qoyub, bu şəkildə şəklin üstünə qoyuruq. İndi artıq mən burada çəkmişəm də yenə. Və həmin nəzik uclu markerlə bütün konturları gedirik. Bütün konturları getdik. Bütün konturları getdikdən sonra nə edirik? Bu şüşə parçasını səliqəli şəkildə penoplastın bu hissəsinə yerləşdiririk. Yerləşdirdikdən sonra isə hər bir kəsin telefonunda olan adi bir şey, fanarı yandırırıq. Deməli, usta yoldaşlarım, fanarı yandırdıqdan sonra bizdə bax, belə bir şey əmələ gəlir. Telefonun fanarı yanıbdır, şəklini çəkdiyimiz şüşə üstündədir. Bu da bizim həmin keramiqranitdir. Və bu şəkil buradan əksini verir ora və istədiyimiz kimi konturları onun üstündə gedərik. Və bu penoplast kusokunu qabağa, arxaya eləməklə istədiyimiz ölçünü maştaba gətirmək mümkündür. Yəqin ki, hamıya yararlı olar. Cavid usta, buradan səni də salamlayıram. Çox sağ olun. Vaxtınız üçün Allah razı olsun.